Onlara keçdik, keçən ildə məlumat vermişəm. İndi biraz da ətraflı məlumat verəcəm. Mən yazıyorum, bağlayıcı, söz, cümlə, abzasları bir-birinə bağlayır. Uşaqlar deyir ki, sözləri bir-birinə bağlayır bilir. Məsələn, həm oxuyur, həm yazır, aparmadır. Həm mən, həm Aygün. Cümlələr bir-birinə bağlayır. Məsələn, tutaq ki, mən dərslərimi oxuyuram, ancaq sən tutaq ki, musiqiyə qulaq asırsan. Bu da cümlələri bağlayır. Uşaqlarda sual yaranır ki, bəs abzasları necə bağlayır? Abzasları bağlamağa sizə bir nümunə gətirim. Əslində, bu mənim öz çıxardığım bir nümunədir ki, belə daha yadda qalandır. Məsələn, hansı bir bədii əsər oxuyursunuz ədəbiyyatda. Bir də görürsən ki, hansı abzas və bağlayıcısı ilə başlayır. Belə bir şey, əgər kitab oxuyursunuzsa görürsünüz, əlavə kitablar. Belə başa düşün ki, bu və bağlayıcısı əslində birləşdirir, düzdürmü? Bu əslində sözlərin və cümlələrin arasında olur, məntiqli olaraq. Amma orada abzasın əvvəlində olursa, bu abzasa bir gözəllik qatılmağa şərait yaradır. Eyni zamanda bu abzası o birisi abzasına bağlamağa demək çalışır. Və düzdür, ikinci abzas yeni fikirdir, bunu biz bilirik. Yeni məzmundur, yeni informasiyadır. Amma bu öz aləmində bir şirinlik qatır ona. Yəni, bu abzasın o abzasın arasında əlaqə var. Sadəcə mən bunları abzaslar şəklində yazıram. Ona görə və bağlayıcısını abzaslarında deyə bilirik. Deməli, bu bağlayıcıları görüb birləşdirmə və ilə layilə birləşdirir. Bu bağlayıcıda vergül yoxdur, vergül yoxdur. Mütləq yadda saxlayıb, bu bizə sonra lazım olacaq. İstişarə sonra. Demək, bircə bu bağlayıcıdır ki, bunun sağ solunda, həndəvərində belə deyək, vergül ola bilməz. Qalan hamısını işlənə bilir. Qarşılaşdırma qarşılaşdırır fikirlərini, təsdiqdə ola bilərdir, inkarda ola bilər və yaxud da həyəsinin fərqli fəaliyyətini göstərə bilər. Amma ancaq lakin isə fərqə qaldı ki. Amma ancaq lakin əsasən ikinci cümlənin əvvəlində işlənir. Bunlarda elə mən vergüllü qarşı danışacaq. Vergül bunlardan əvvəl işlənir. İsə ikinci cümlədə ortalarda çox vaxt gələ bilir. Çünki bu başdan gələ bilmir. O isə, mən isə, tutaq ki, sən deməli, belə düşünürsən vergül, mən isə başqa düşünürəm. Deməli, mütləq özündən əvvəl başqa sözdən sonra gəlməlidir. Bax, bu hissəsində deyil, bunu heç vaxt deməmişdim. Fəqət sözünü soruşdunuz, bu daha çox bədii ədəbiyyatda işlənir. Amma bədii ədəbiyyatda işləsə də bunun olduğunu deməliyik. Bizim tutaq ki, evimizdə, gündəlik həyatımızda işlətdiyimiz bağlayıcı deyil. Halbuki isə daha çox, deməli, belə deyək, bizim gündəlik danışığımızda yox, daha çox hansısa bir elm əsərlərdən mi deyil, uzun mühazirələrdən mi deyil, daha çox belə yerlərdə işlənir, ona görə də rastımıza çıxmır. İştirak bağlayıcıları həm də ki, daha və həmçinin habelə hətta o cümlədən o sıradan eləcə də. Bunlar fərqlidir, amma bunlar bir-birinə çox gözəl sinonimlik təşkil edir. Ümumiyyətlə, köməkçi hissələrində sinonimliyə mütləq fikir verin. Sinonimlik onların hansı məna növünün, hətta hansı hissəsi olmasını çox gözəl göstərir. Burada iştirakçıları artırır. İştirak etdiyini bildirir. Mən də, sən də, həm mən, həm sən, hər kəs habelə günlar, həmçinin günlar, hətta günlar, hər kəsin ölçüyü var idi, hətta günlarda bir işlə məşğul idi. O cümlədən, o sıradan, eləcədən, bunlar çox rahat şəkildə bir-birini əvəzləyirlər. Məsələn, mənim yadımdakı bu bağlayıcı kitabda yox idi, bizim bu qarşımıza çıxmışdı və biz onun illər əvvəl bağlayıcı olduğunu bu sinonimli şəklində yəqin elədik, müəyyən elədik. İştirak bağlayıcı dedim. İştirak bağlayıcılarını belə başa düşür ki, sanki belə deyək, elə bilin ki, yeməyə duzda qatırsan, siyopda qatırsan, artırırsan, əlavə edirsən, anlamında başa düşür. Bölüşdürmə bölüşdürür. Ya da ki, yad da ki, istərsə də ki və yaxud da. Bu, ya da ki, yad da ki, bağlayıcılar arasında xırda bir fərq var. Biz bunu mürəkkəb olmaya keçirə biləcəyik. Amma mən yenə də burada qısa bir məlumat verir. Ya da bağlayıcıları
İki işdən birinin mümkünlüyünü bildirir. Yəni iki işdən birini seçməlisən. Ya gəl, ya get. Ya sən gəl, ya mən gəl. İki işdən birini seçməyi tövsiyə edir. Gah da isə işlərin növbələşdiyini bildirir. Gah oxuyur, gah qulaq asır, gah evi yığışdırır. Yəni bu növbələşməni bildirir. Demək, inkar bağlayıcıları nədən ki, bu inkarlıq bildirir. Bu işlənən cümlədə artıq əlavə inkarlığa ehtiyac qalmır. Nə oxumur, nə yazmır deyə bilmirik. Çünki oxumur özü də inkardadır. Nə oxuyur, nə yazır şəklində cümlədə qurmalıyıq. Amma mən bu fikirlə heç razı deyiləm ki, cümlədə iki inkarlıq xüsusiyyəti olmamalıdır. Məsələn, heç kim gəlmir cümləsi səhv deyil. Kimsə gəlmir deyəndə, belə deyək, bəzi elimdən uzaq insanlar çaşqınlıq verəcək. Amma kimsə gəlmir, əvəzində heç kim gəlmir deyəndə, bu daha rahat başa düşülür. Nəzərə alaq ki, heç kim qeyri-müəyyən əvəzləşdi, imkanlı xüsusiyyəti daşıyır. Ona görə də heç bir halda demək olmur ki, heç bir cümlədə iki imkanlıq olmamalıdır. Bəzən belə biri olur. Amma nə-nə ilə düzələn cümlələrin, xəbərlərin mütləq təsdiqdə olmalıdır. Aydınlaşdırma bağlayıcıları. Burada qədər bütün bağlayıcılar sözləri və cümlələri bir-birinə bağlayır, hamısı. Amma aydınlaşdırma bağlayıcıları, yəni məsələn bağlayıcıları sözləri bir-birinə bağlamır. Bax, bu sual şəklində də düşür. Bu cümlələri bir-birinə bağlayır və bəzi nüanslarda işlənir. Məsələn, bu ümumiləşdirici söz olur, həmciz üzvlərdən əvvəl və ya sonra. Onu yanlış işlənir. Məsələn, hamı, vergül, yəni iki nöqtə, valideynlər və şagirdlər aksiyada toplaşmışdılar. Burada işlənir. Sonra əlavələrdən əvvəl işlənir. Bu 8-ci mövzudur. Orada deyəcəm bunu. Mən, vergül, yəni tutaq ki, Məlikova Leyla 5-ci sinifdə oxuyuram, burada işlənir. Bir də aydınlaşdırma, əlaqəli, tabirsiz mürəkkəb cümlədə işlənir. Hər kəsin öz işi var idi, vergül, yəni iki nöqtə. Biri süfrəni yığışdırır, digəri manqal qalıyır, digəri tutaq ki, həyəti süpürür. Bax, bu şəkildə manqalı söndürür deyə burada məna əlaqəsi olmalıdır. Çünki yəqin ki, donanlıq bitib, manqalı söndürür, həyəti süpürür, süfrəni yığışdırır. Bax, bu ayrılmışdır. Zaten bunun xüsusiyyəti də ondan ibarətdir. Yəni, məsələn, bağlayıcılarından sonra vergül qoyula bilməz. Onlardan əvvəl qoyula bilir. Onlardan sonra iki nöqtədə nöqtəli vergül qoyula bilir. Burada təkrar bağlayıcılar var. Təkrar bağlayıcıların axırıncısına qədər vergül təkrarlana bilir. Həm oxuyur vergül, həm yazır vergül, həm də tutaq ki, musiqi dünyası. Yadınızda saxlayın. Həm dədən sonra vergül gələ bilər, həm də oxuyur vergül ola bilər. Amma həm də ki, sonuncudur və yaxud da ya da ki, bunlar sonuncudur. Belə bir sual var idi imtahan şeklində. Bu bizdə deyil, Yusuf müəllimlər sertifikasiyası var idi ki, bu vergül təkrarlanan bağlayıcılarda hara qədər davam edir? Bax, bu 2-yə qədər davam edir. 2-dən sonra vergül olunur. Ya oxuyur vergül, ya da qulaq asır vergül, ya da ki, artıq bu sondur. Ya da ki, tutaq ki, yatmağa hazırlaşır. Bu ki, axırıncısının, sonluğun, ardıcılığın bitdiyini göstərir. Sonra vergülləri də dedik, keçdik. Bu bağlayıcılar, deməli, adından da göründüyü kimi, tabirsiz mürəkkəb cümlələrin tərəfləri arasında da iştirak edə bilirlər. Deməli, bunlar tabilik bağlayıcılardır. Adı üstündə bunların bir tabilik xüsusiyyəti var, asıllıq xüsusiyyəti var. Bunlar tabiri mürəkkəb cümlənin tərəfləri arasında iştirak edir. Deməli, adından da göründüyü kimi hərəsi öz adını səbəb budaq cümləsi, şərt budaq cümləsi, güzəş budaq cümləsi və aydınlaşdırma budaq cümlələri tərkibində iştirak edir. Bizə dənə burada qarşılaşma bağlayıcılar var. Həm tabirsiz, həm də tabiri mürəkkəb cümlə tərəfləri arasında iştirak edir. Deməli, gəlin onun nümunəsini deyil, elə güzəşdə başa salın. Güzəş bağlayıcıları adı ilə içindəkilər uşaqlarında çaşqınlıq yaradır, oxşada bilmirlər. Ola bilər ilk görüşdə oxşamır, amma nümunə ilə bunu biz oxşada bilərik. Hərçənd oxumamsa, amma bugün mən sənə güzəşt edirəm, 2 yazılıram. Artıq burada güzəşt hissəsini gördük.
Bu bağlayıcılar